Salam əziz tələbələr, bu gün sizlərlə 2025-ci il 19 oktyabr tarixində keçirilmiş mövzu sınaq imtahanında istifadə olunmuş informatika fənni üzrə test tapşırıqlarının izahına birlikdə baxacağıq. Çox vaxt itirmədən sualların izahına keçid edək. Başlayaq 21-ci sualdan. Deməli, 21-ci sualda deyilir ki, doğru olmayan mülahizələri müəyyən edin. İlk öncə sualı həll etmədən qabaq sizlərə məsləhət bilərdim ki, adətən bu tip suallarda doğru olmayan və ya yanlışdır tipli bu, belə deyim ki, ifadələrin altına xətt çəkəsiniz. Çünki adətən biz test nümunələrini həll edən zaman doğru cavabları tapmağa fokuslanırıq deyə. Artıq doğru olmayanlar nəzərimizdən qaçır, ona görə doğru olan cavabları seçirik. Ona görə yaxşı olar ki, doğru olmayan, yanlışdır bu kimi ifadələri altına xətt çəkək və müəyyən belə bir kvadrat və ya düzbucaqlayaraq ki, gözümüzün, yəni fokusumuzda olsun ki, yanlış etməyək. Deməli, məsəl üçün birinci bəndə baxsaq, deyir ki, meqabot yaddaş tutumunun ölçü vahidi. Biz bilirik ki, kompüterdə yaddaş tutumunu ölçmək üçün minimal olaraq bayt, daha sonra kilobayt, megabayt, gigabayt, terabayt, gigabayt kimi yaddaşlardan istifadə olunur. Meqabot deyilən bir yaddaş ölçüsü yoxdur. Bizə də doğru olmayan dediyi üçün 1 bizim üçün doğru variant. Yəni ümumilikdə yanlış fikirdir. Sualımız isə bizə zaten doğru olmayan mülahizələr dediyi üçün 1 bizim üçün doğrudur. Streamer verilənləri maqnit lent üzərində saxlayan yaddaş qurğusudur. Bu doğrudur. Skaner periferiya qurğularını idarə edən qurğudur. Xeyr, periferiya qurğularını idarə edən qurğu bilirik ki, kontrollerdir. Kontroller. Skaner bilirik ki, informasiyanı kompüterə daxil edən periferiya qurğusudur, yəni ümumilikdə yoxsa giriş qurğusudur. 3 də yanlış fikirdir, lakin bizim sualın şərtinə əsasən doğrudur. Kumos kompüter haqqında verilənlərin uzun müddət saxlanması üçün nəzərdə tutulmuşdur. Kompüter haqqında verilənlər deyəndə yoldaşlar burada nəyi nəzərdə tutur? Təbii ki, vaxt, tarix, zaman və BIOS-a qoyulmuş parolu nəzərdə tutur ki, bu da doğru fikirdir. Çünki biz Kumosa ROM-un bateriyası və ya BIOS-un bateriyası deyirik. 4-də çıxırıq, yəni doğru fikirdir. Bizə isə doğru olmayan mülahizəni soruşur. Şin prosesorla yaddaş və ya kontroller arasında verilənlərin idarə etmə siqnallarının ötürməsini təşkil edir. Doğru fikirdir. Kontroller idarə qurğusu olub giriş-çıxış qurğularını mərkəzi prosesorla əlaqələndirir. Doğru fikirdir. Və nəhayət plotter giriş qurğusudur. Bilirik ki, plotter və printer eyni qrupa, yəni çıxış qurğuları qrupuna aid olan qurğulardır. Printerin daha böyük versiyasıdır deyə bilərik ki, plotterdən daha böyük ölçülü kağızlar, broşurlar və ya reklam banerləri və s. ilə axır kimi belə deyim ki, məmulatların istehsalı üçün istifadə olunur. Yəni giriş qurğusu deyil, çıxış qurğusudur. Bu da doğru olmayan fikirdir. Deməli doğru cavabımız oldu 1, 3, 7. B variantı. Təbii ki, testi daha sürətli müəyyən variantları bildikdən sonra, məsəl üçün biz 2 variantını artıq səhv biliriksə, 2-ləri variant kimi çıxa da bilərdik. Mən sadəcə bütün bəndləri detallı olaraq izah eləyə gedirəm. Lakin siz imtahan zamanı yaxşı olar ki, hansısa variantı artıq səhv bilirsinizsə, onları variantlardan çıxıb daha sürətli şəkildə variantı qeyd edəsiniz. Çünki nəzərə alsaq ki, imtahanda 3 fəndən imtahan veririk, vaxt limitini nəzərə alaraq maksimum dərəcədə sürətli davranmaq lazımdır. 22-ci suala nəzər salaq. İnformasiya miqdarının ölçü vahidlərinin azalma sırası ilə düzün. Aydın məsələdir ki, gəlin informasiya miqdarının ölçü vahidlərini sıralayacaq. Bit, byte, kilobayt, megabayt, gigabayt, terabayt. Hansı ki, bizdən azalma sırasını soruşduğu deməli olacaq terabayt, gigabayt, daha sonra megabayt, sonra kilobayt, sonra isə bayt. Yəni doğru cavabımız başlayacaq bizim 1 ilə, daha sonra 5 ilə davam edəcək. 1-5 ilə də başlayan bir variantımız var, o da olacaq B variantı. 23-cü sual. Onluq say sisteminə verilmiş ədədlərin ikilik say sistemində bərabər olan ədədləri müəyyən edin. Baxın, yoldaşlar, deməli burada bütün variantları çevirməyə ehtiyac yoxdur. Yadınızda saxlayın ki, bu tip misallarda
Dövlət İmtahan Mərkəzində test sualını təşkil etdikdə, aydın məsəl ki, oturub bir-bir bunun hər birini ikilik say sisteminə keçirsək, xeyli vaxtımız gedəcək. Yəni nə qədər sürətli davranırsa davranaq, ən azı bir 2 dəqiqə vaxtımız gedəcək. Bu cəhətdən sualda ipucu, yəni cavablarla uyğunluq təşkil edib müəyyən bir ipucu tutmaq lazımdır. Birinci məsəl üçün bütün variantlara nəzər yetirsəz, görərsiniz ki, hər variantda 1-ə D, 1-ə A, 1-ə B, 1-ə Y, 1-ə C. Yəni bu o deməkdir ki, bir dənə birinci variantı çevirsəz, yəni tapsaz ki, A-dan, B-dən, C-dən, D-dən hansı və ya Y-dən hansına uyğun gəlir, dərhal cavabı tapacaqsınız. Və ya görə bilərsiniz burada üçüncü variant. Üçüncü variantda 106 dayanıb. Bilirsiniz ki, əgər cüt ədəddirsə, biz onu ikilik say sisteminə çevirdikdə sonu 0 ilə bitməlidir. Bu da onu bildirir ki, deməli üçüncü bəndə yalnız ya A, ya da Y bəndi uyğun gələ bilər. Bu cəhətdən onda B, C, D variantlarına çıxa bilərsiniz. Onda 106 ədədini belə deyək ki, ikiliyə çevirməklə avtomatik cavabı çıxartmış olacağıq. Yəni burada əsas məqsəd nədir? Yenə deyirəm, sürətli sualı həll etmək. Yəni ikilik say sisteminə keçməyi bacara bilərsiniz. Amma söhbət sualı sürətlə həll etməkdən gedirsə, sualda müəyyən bir ipucu axtarmaq lazımdır ki, hər üç variantı, yəni birincini də, ikincini də, üçüncünü də götürüb hər birini ayıraraq da ikiliyə keçməyək. Mütləqdir ki, sualda müəyyən bir ipucu var, onu yaxalamaq lazımdır. Gəlin indi 106 ədədini keçək, ya da 1-i də keçə bilərik, heç bir fərq etməz. Deməli, birinci bənddə bizə 87 verilib. Gəlin 87 ədədini çubuqlu bölmədən deyil də, 2-nin qüvvətləri cəmi şəklində yazmaqla ikilik say sisteminə keçək. 87 ədədinə ən yaxın 2 qüvvəti 2 üstü 6-dır, yəni 64. 64-ü çıxsaq, aydın məsələ ki, burada qalacaq 23. 23-ə ən yaxın 2 qüvvəti 2 üstü 4-dür, 16. Çıxdıq, qaldı burada 7. 7-ni də yaza bilərik 2-nin kvadratı, üstə gəl 2 üstü 1, üstə gəl 2 üstü 0. Yəni 7-ni yazdıq 4, üstə gəl 2, üstə gəl 1 formasında. Və salam, buradakı qaydaya əsasən isə biz deyirik ki, burada alınan maksimum qüvvətdən minimum qüvvətə qədər hansı qüvvətlər varsa onların yerinə 1 yazırıq, hansılar yoxsa onların yerinə 0 yazırıq. Yazırıq 2 üstü 6 var, 2 üstü 6-dan sonra 2 üstü 5 qüvvət olmalıdır. Olmadığına görə əmsalına 0 qeyd edirik. 2 üstü 4 var, əmsalı 1-dir. 2-nin kubu yoxdur, deməli əmsalı 0-dır. 2-nin kvadratının əmsalı 1-dir. 2 üstü 1-in əmsalı 1-dir, 2 üstü 0-ın əmsalı 1-dir. Nəhayət tapdıq ki, 87 ədədi 101, 0, 111 olmalıdır, yəni D. Deməli, 1-ə D-dirsə, avtomatik A variantı buradan çıxmış olur. Daha sonra davam edirik və ya ənənəvi üsulla da həll edə bilərsiniz. Yəni, nə edə bilərsiniz? 87-ni 2-yə çubuqlu bölmə ilə də həll edə bilərsiniz. 24. Elektron nəşr 128 səhifədən ibarətdir. Hər bir cüt səhifədə. Deməli, bizim 128 səhifəmiz var. Bunun 64-ü cütdür, 64-ü isə nədir? Təkdir. Deyir ki, hər bir cüt səhifədə 1024 vurulsun 768 piksel olan 48 rəngdən ibarət qrafik təsvir var. Deməli, cüt səhifələr, yəni 64 dənə cüt səhifələr, yazıram bura cüt səhifələr. Buradakı gəlin şəklin həcmini, yəni qrafik faylın həcmini hesablayaq. Olacaq 64, vurulsun 1024, vurulsun 768, o da vurulsun 48 rəngdə. Aydın məsələ ki, biz qrafiki faylın həcmini tapmaq istəyiriksə, bizə nə lazımdır? Qrafiki faylın həcmində lazımdır bizə pikselin sayı, bir də lazımdır rəng dərinliyi və ya rəngin tərtibi. Hansı ki, gördüyünüz kimi bizə rəng çaraqlarının sayı 48 rəng verib, lakin biz onu 2 qüvvəti ilə götürsək, özünə yaxın ən kiçik 2 qüvvəti 2 üstü 6 qəbul edə bilərik. Onda bu o deməkdir ki, deməli bu qrafik faylı kodlaşdırmaq üçün rəng dərinliyi 6 bit olan rəng palitrasından istifadə olunub. Deməli bunu da vurduq 6 bitə. Fikir verirsinizsə elektron nəşrin neçə megabayt yer tutar. Deməli sonda alınan cavablar hamısı megabayta çevriləcək deyə gəlin bu başdan da biz cavabımızı megabayta çevirək. Sadələşdirmə aparsaq, 64 2 üstü 6-dır, 1024 2 üstü 10-dur. 768-i yaza bilərik, 3 vurulsun 2 üstü 8. Bunu da yazaq 2 vur 3. Aşağıda da 2 üstü 23. Deməli, 2 üstü 6 16, burada da 2 üstü 8 var, 2 üstü 24. Bunlar deməli, ixtisar gecə yuxarıda qaldı 2. 2, 2, 3, 3. Yəni 9 vur 4. Belədir, 36 megabayt. Baxın, bu
cüt səhifələrdə olan qrafik faylın həcmi. Məsələn, davamını oxusa yazıb, qalan səhifələrdə isə hər birində 64 səhifə. Demək, qalan səhifədə 64 dənə tək səhifədir. 64 dənə səhifə, 64 dənə sətir, 128 dənə simvol və hər bir simvol Unicode-da kodlaşdırılıb. O deməkdir ki, bir simvolumuz nə qədərdir? 2 baytla kodlaşdırılıb. Bilirsiniz ki, mətni informasiyanın da həcmini tapmaq üçün biz sətir, səhifə, simvol sayını bir-birinə vurub, bir də hansı əlifbada kodlaşırsa simvollar, həmin əlifbadakı bir simvolun həcmini də ümumi bu hasilə daxil edirik. Nəticədə yenə cavabı megabaytla tapmalıyıq deyə böləcəyik bunu 2 üstü 20-yə. Aydın məsələ ki, baytdan megabayta keçmək üçün 2 üstü 20-yə bölmək lazımdır. Burada nə alınır? 2 üstü deməli 6, 2 üstü 6, 2 üstü 12. Burada da 2 üstü 8 var, 2 üstü 20. Beləliklə, hamısı ixtisar gedir. Doğru cavab qalır burada 1 megabayt. Nəticə etibarilə isə bizdən elektron nəşr soruşur. Yəni, biz aşağıda hesabladığımız tək səhifələrdə olan mətindir. Yuxarıda isə cüt səhifələrdə hesabladığımız qrafik fayldır. Belə çıxır ki, 36 üstəgəl 1 bərabərdir 37 megabayt. Bizdə ümumi nəşrin və ya elektron nəşrin həcmidir. Yəni, doğru cavabımız olur C variantı. Növbəti sualımız 25-ci sual. Yenə informasiyanın ölçü vahidlərinə aid olan sual nümunəsidir. Gəlin bunu lövhədə yazaq. Yerimiz yoxdur orada çünki. Deməli, nə verilib bizə? Qovluqda 20.992 bayt informasiya var. Əgər qovluqdan 3 kilobayt audio, 12800 bayt mətn tipli informasiya silinərsə və 0.5 megabayt da informasiya əlavə edilərsə, qovluqda nə qədər informasiya olar? Gəlin əvvəlcə belə deyim ki, silinən faylları ümumi həcmdən çıxaq. Yəni 20992 baytdan çıxaq. 3 kilobaytı da gəlin bayta çevirək. Olacaq 3 vurulsun 2 üstü 13. Burada nisbətən işimizi çətinləşdirən nə olacaq? İşimizi çətinləşdirən, belə deyim ki, böyük ədədləri toplamaq, çıxmaq və ya vurmaq biraz vaxtımızı ala bilər. Üstə gəlsin 12800 bayt. Hansı ki, vaxtımız getməsin deyə biz burada kalkulyatordan istifadə edək. Təbii ki, imtahanda kalkulyator olmur. Amma indi videomuz uzanmasın deyə maksimum dərəcədə sürətli hesablamaq üçün kalkulyatordan istifadə edək. Deməli, biz burada kilobaytdan bu arada bayta keçmək üçün 213 yox, 210-a vurmalıyıq. Üzrü sayın. Deməli, bu olacaq 20992 çıxılsın 3072 üstə gəlsin 12800. Bu da baytlandır, bu da baytlandır, bu da baytlandır. Rahatlıqla toplayıb çıxa bilərik. Deməli, 3072-nin üzərinə 12800 gəlsək, bu edir 15872. Bundan da çıxsaq 20992-ni qalır 5120 bayt. Və biz bunu rahatlıqla nə edə bilərik? Kilobayta çevirə bilərik. Bu bizə verir 5 kilobayt. İndi isə gəlin nə deyir? Deyir, daha sonra üzərinə 0.5 megabayt video informasiya əlavə edildi. Hansı ki 0.5 megabaytı da gəlin kilobayta çevirək. Bu 2də 1 megabayt deməkdir. Və megabaytdan kilobayta keçən zaman aydın məsələ ki, bilirik ki, 2 üstü 10-a vurmaq lazımdır. Nəticə etibarilə burada alınacaq 512 kilobayt. Deməli, 512 kilobayt, 5 kilobayt da buydu, üzərinə əlavə olunmuşdu. Nəticə etibarilə olacaq 517 kilobayt. Davam edək 26-cı sual nümunəsi ilə. Nə deyir bizə? Kompüterin arxitekturası, kompüterin strukturu və idarə etmə pultu. Verilmiş sual elektron hesablama maşınları dərsinə aid olan bir sual nümunəsidir. Deməli, kompüterin arxitekturası deyənə nə başa düşürük? Kompüterin tərkib hissələrinin hansı qaydalarla qarşılıqlı əlaqələnilməsini təyin edir? Yəni 1-ə Y uyğun gələcək. Kompüterin strukturu dedikdə kompüterin tərkibini, yəni qurğular, bloklar və s. onlar arasındakı əlaqələr təyin edir və nəhayət idarəetmə pultu deyəndə hesablama prosesinin operator və ya proqramçı tərəfindən idarə olunması başa düşülür. Doğru cavabımız olur B variantı. Davam edirik 27-ci suala. Doğru olmayan, yenə gördüyünüz kimi doğru olmayan mülahizələri bizdən istəyir. Nə deyir? Əməli yaddaşda verilənlər müvəqqəti saxlanılır. Bəli, biz bilirik ki, əməli yaddaş digər adı ilə desək RAM,
yəni Random Access Memory və ya müvəqqəti yaddaş, bəzən də operativ yaddaş da deyilir ona ki, verilənləri müvəqqəti yadda saxlayır. Çünki enerjidən asılıdır. Biz kompüteri elektrik enerjisindən ayırdığımız halda əməli yaddaşın yaddaşında olan bütün proqramlar, bütün proseslər sona çatdırılır. Yəni bu doğru fikirdir. Ona görə biz bunu çıxırıq, çünki bizə doğru olmayan fikir deyil. Hətta variantlardan da biri artıq çıxa bilərik. Gördüyünüz kimi doğru qalan, yəni D və Y variantları 3 və 4-cü bəndlər artıq bizim üçün doğrudur. Gəlin onları bir daha özümüzdə yoxlayaq. Skaner xaric etmə qurğusudur. Yanlış fikirdir. Təbii ki, bizə də doğru olmayan lazımdır. Keş yaddaş böyük tutumla aşağı sürətli yaddaşdır. Xeyr, keş yaddaş registr yaddaşdan sonra ən sürətli yaddaş qurğusudur. Kiçik tutumlu, lakin yüksək sürətli yaddaş qurğusudur. 3 də ümumilikdə yanlış fikirdir və bizim üçün də, yəni bizim testin ideyası üçün də doğrudur. Və bir də qaldı, indi baxmalıyıq biz 2-ci və 5-ci bəndlərə. Deyir ki, qrafiki planşet daxil etmə qurğusudur. Bəli, söhbət qrafiki planşet deyəndə nədən gedir? Digitizerdən gedir və digər adı onun qrafiki planşetdir. Adətən onlayn dərslər də keçəndə, hal-hazırda sınağın izahında da mən bu qurğudan izah edirəm. İstifadə edirəm, daha doğrusu belə deyək ki, lövhədə yazı yazmaq üçün. Baxın, qrafiki planşet həmin bu qurğudur ki, biz onun üzərində qələmlə müəyyən çizimlər, yəni belə deyim ki, əl hərəkətləri edərək yazını kompüterə daxil etmiş oluruq. Deməli, 2 doğru fikirdir, ona görə onu çıxacağıq. Qalacaq burada 5 yanlış fikir, yəni doğru cavabımız 3, 4, 5 olacaq. 5-ci variantı da oxuyaq. Nə deyir? Deyir, KUMOS yaddaşı enerjidən asılı olan yaddaşdır. KUMOS yoldaşdır, özü batareya olduğu üçün belə qəbul edilir ki, KUMOS yaddaş enerjidən asılı deyil. Yəni, özü batareya olduğu üçün özünü enerji ilə qidalandırmış sayılır. 28-ci sual deyir ki, 75 megabayt tutuma malik fayl müəyyən mübadilə kanalı vasitəsilə 2500 kilobit sürətlə ötürülür saniyədə. Bu zaman ərzində 2200 kilobit böl saniyə sürətlə digər mübadilə kanalı ilə neçə megabayt həcmə malik fayl ötürmək olar? Burada sadə fiziki düstur, yəni hər birimizin bildiyi yol, zaman, sürət düsturuna nəzər salsaq, biz görürük ki, yol, yəni gedilən yolla sürət düz mütənasibdir və eyni qaydada burada da həcmlə bizim sürətimiz düz mütənasibdir. Onda belə çıxır ki, 75 megabayt 2500 kilobit böl saniyə ilə ötürülürsə, onda sual olunur, minus 200 kilobit böl saniyədə nə qədər məlumat ötürülür. Düz mütənasibdir dediyimiz kimi, bu səbəbdən olacaq 75 vurulsun 1200, bölünsün 2500, verilmiş ifadəni hesablasaq, doğru cavabı 36 almış olarıq. Daha sonra 29-cu sual. Raster qrafik faylın çevrilməsindən yalnız rəng palitrası dəyişdirilmişdir. Nəticədə faylın həcmi 1.5 dəfə azalmışdır. Əgər çevrilmədən sonra 256 rəng çalarlı təsvir alınmışdırsa, çevrilməyə qədər neçə rəng çalarından istifadə olunmuşdur. Deməli, fərz edək ki, bizim ilkin qrafiki faylın rəng çalarları 2 üstü n olub, daha sonra çevrilmədən sonra 256 belə deyim ki, rəng çalarına malik təsvir alınıb. Yəni, burada 2 üstü 8-dir. Və deyir ki, bu çevrilmə zamanı nəticədə faylın həcmi 1.5 dəfə azaldır. Gəlin, qrafik faylın həcmini yazaq və baxaq görək orada faylın həcminin dəyişməsinə hansı parametrlər təsir edir. Mənim üçün, qrafik faylın həcmi bərabərdir. Piksel sayı vurulsun 1 pikselin dəyəri və ya 1 pikselin rəng dərinliyi, rəng tərtibi deyə bilərik. Baxırıq ki, burada 1 piksel sayı dəyişsə, bir də rəng tərtibi dəyişsə, həcmin də belə deyim ki, ümumi artmasından və azalmasından danışmaq olar. Aydındır ki, bizdə məsələdə piksel sayı ilə bağlı heç bir şey verilməyib. Bu o demək ki, deməli piksel sayını yəni qəbul edə bilərik ki, dəyişməyib. Dəyişən onda belə çıxır ki, yalnızca nə qalıb? Rəng tərtibi ki, zaten onu bizə verib ki, rəng çalarları dəyişib. Lakin biz burada rəng çalarlarının deyil də, yəni ümumi x-dan 256-ya dəyişməni deyil də, buradakı n-in, yəni rəng tərtibinin dəyişməsinə baxacaq. Əgər bizim həcmimiz, yəni V1 böl V2, belə desək ki,
1.5 dəfə, yəni azalma olubsa, onda belə çıxır ki, buradakı rəng tərtibi də 1.5 dəfə azalmaya məruz qalıb. Onda biz rəng tərtibimizi 1.5 dəfə azaldıb 8-ə bərabər etsək, yəni buradakı rəng tərtibi 1.5 dəfə azalıb 8 olub ki, ümumilikdə bizim həcmimiz də 1.5 dəfə azalıb. Buradan taparam ki, n bərabərdir 12-yə və deyir ki, çevrilməyə qədər rəng çalarlarının neçə rəng çalarından istifadə olunur. Artıq n-i 12 tapdığımız üçün ilkin rəng çalarlarının sayını tapa bilərik. 2 üstə 12 yazsaq, doğru cavabımız 4096 olar. Daha sonra 30-cu suala baxırıq. Deyir ki, aşağıdakı mülahizələrdən hansılar yenə də deyir ki, yanlışdır. Gəlin baxaq. Deyir ki, DVD-ROM verilənləri, o cümlədən audio, video və digər faylları DVD diskə yazıb oxutmaq üçün istifadə olunan qurğudur. Bu doğru fikirdir. Çıxaq. Flashkartdan, yəni flash memory da deyə bilərik biz ona, silinən fayllar recyclable-də saxlanılır. Xeyr, yoldaşlar, yadımızda saxlayaq ki, flashkartdan, yəni flash memory-dən silinən fayllar recycle binə düşmür. Yəni recycle bində söhbət zibil qutusu, səbət və ya siz ona ruscada korzina deyirsiniz ki, flashkadan silinmiş fayllar ora düşmür. Yəni bu yanlış fikirdir. Kompüter söndürükdə əməli yaddaşın məzmunu növbəti siyahıda aktivləşdirmək üçün müvəqqəti olaraq temporary files qolunda saxlanır. Xeyr, kompüter söndürükdə əməli yaddaş, bayaq da yuxarı solda da qeyd etdik ki, əməli yaddaş, yəni RAM, yəni operativ yaddaş, yəni müvəqqəti yaddaşın yaddaşında hansı proseslər var idisə, hər biri silinib yox olur, belə deyim ki. Biz yenidən kompüteri işə saldıqda proqramları loading, yəni xarici yaddaşdan əməli yaddaşa yüklənməliyik ki, onlar RAM-da aktiv vəziyyətdə olsunlar. Bu səbəbdən üçüncü fikir də yanlışdır. Daha sonra qrafiki planşet qrafiki informasiyanın böyük formatlı kağız və digər daşıyıcı çıxaran xaric etmə qurğusudur. Yenə yuxarıdakı sualda da biz bunu qeyd etdik ki, qrafiki planşet nədir? Xaric etmə deyil, daxil etmə qurğusudur. 4 də yanlış fikirdir. Artıq 2, 3, 4-ü tapmışıqsa, hətta gördüyünüz kimi variantlarda artıq B variantı bizə rahatlıqla görünür. Gəlin digər variantlara da baxaq. Flashkart deyilir daşınılan yaddaş qurğusu olaraq xüsusi kontroller və interfeysdən ibarətdir. Doğrudur. Bunu çıxaq. Mikrofon səsin elektrik siqnalına çevrilməsini təmin edən çıxış deyil, giriş qurğusudur. 6 da buna görə yanlışdır. Bir də 7. Kompüterin işləmə sürəti prosesorun 1 saniyədə yerinə yetirdiyi sadə əməliyyatların sayıdır. Bu da doğru fikirdir. Davam edirik 31-ci sualla. 31-ci sualı həll etməyin ən sadə yolu verilmiş buradakı bütün ədədləri hamısını toplamaqdır. Buradakı bütün ədədləri toplasaq ümumilikdə bizə 1033 ədədini verməlidir və bu onluq say sistemində də aydın məsələ ki, biz bunu ikiliyə keçməliyik. Təbii ki, çubuqlu bölmə ilə də həll edə bilərik, amma daha sadə olar ki, 1033-ü 2-nin qüvvətləri cəmi şəklində yazaq. 1033-ə ən yaxın 2 qüvvəti 2 üstü 10-dur ki, bu 1024 eləyir. 1024 çıxanda burada qalacaq 9. 9-u isə yaza bilərik 2-nin kubu üstə gələnsin 2 üstü 0. Yenə maksimum qüvvətdən minimum qüvvətə qədər hansı qüvvətlər varsa yerinə 1 yazacağıq. Təbii ki, yəni 1 nədir burada? Onların əmsallarıdır. Hansı qüvvətlər yoxsa onlara yenə 0 yazacağıq. Niyə? Çünki onların əmsalları 0-a çevrilmişdir. Onda olacaq burada 1, 2 üstü 10-dan sonra 2 üstü 9, 2 üstü 8, 7, 6, 5, 4 yoxdur. 2-nin kubu var. 2 üstü 1, 2-nin kvadratı daha doğrusu və 2 üstü 1 yoxdur. Bir də 2 üstü 0 var. Yazacağıq bu formada. Sıfırların sayını saysaq 3, 6, 2-dən də burada ümumi 8 dənə 0 var. Amma deyəsən haradasa yanlışlıq elədik. Bir dəqiqəni baxaq buna. Deməli, səhvimiz burada harada olub? Yəni, diqqətlə baxaq. Bəlkə mən səhv toplamışam bunu. 5 son 2, 256, 128, 64, 32, 16, 8, 4, 2, 1. Bura kimi... Ha, yox, üzrü sayını səhv toplamışam. Buradan bura kimi toplanır 1023 eləyir. Üstünə də bir gələn 1024 eləyir. Mən 1033 niyə yazmışam? Üzrü sayını səhv toplamışam. Deməli, 1024 olmalıydı onluqda. İkiliyə keçsək, aydın məsəl üçün 1024 2 üstü 10-dur. Və biz bunu ikilik say sisteminə keçəndə, bizə dəqiqə pozanı
Götürək. Keçəndə sadəcə burada nə qalacaq? Bir dənə 2 üstü 10 var. Yəni 1. Bundan sonra olan bütün qüvvətlər hamısı 0-a bərabərdir. Və belə deyə bilərik ki, 2 üstü 10 ədədini ikilik say sisteminə keçəndə qüvvəti qədər burada nə əmələ gələcək? 0 əmələ gələcək. Yəni bir dənə 1 öz əmsalı, arxasında isə 10 dənə 0. Yəni doğru cavabımız olacaq A variantı. Yəni ki, toplayanda yəqin ki, burada bir əlavə nəsə səhv eləmişik. Olur belə şeylər. Davam eləyək 32-ci sualla. Tutaq ki, verilənlər bazasının hər hansı cədvəli soyad, doğum ili, gəlir sahələrinə malikdir. Deməli, əslində bu sual verilənlər bazası və Microsoft Office proqramlarından Access dərsinə aiddir. Bəzi tələbələrimiz belə deyək ki, şikayətləndilər ki, bu sual keçdiyimiz ilkin mövzular. Çünki biz sınağın proqramını öncədən vermişdik ki, informatikanın ilkin anlayışları, informasiyanın ölçü vahidləri, say sistemləri, elektron hesablama maşını və hardware aid olan suallar düşəcək. Bu sualı görəndə bəzən narahatçılıq edir ki, bu bizim keçdiyimiz dərsin içində yoxdur. Lakin onu qeyd etmək istərdim ki, əziz tələbələr, bu sual yəni verilənlər bazası dərsini və ya aksesi bilməyə ehtiyac yoxdur. Sadə məntiqi sualdır. Hətta belə deyərik ki, bunu informatikadan çıxardıb məntiq testlərinin içində də istifadə edə bilərlər. Çox sadə bir sualdır. Gəlin sualın izahına baxaq. Doğum ili 1958-dən böyük, and hamı bilir ki, yəqin ki, tərcüməsi vədir, sadə bir şeydir. Gəliri 3500-dən kiçik şərti ilə verilmiş axtarışdan sonra o şəxslərin soyadları tapılacaq. Deməli, gəlin baxaq. Gəlirləri 3500-dən az, buraya yazılıb və ya. Gördüyünüz kimi bizim şərtdə and və-ni ifadə edir. Deməli, burada və ya olmalı deyil. A variantı getdi. Gəlirləri 3500-dən az, bu hissəsi doğru və doğum ili 1958 olsun. Ola bilməz, çünki deyir ki, 1958-dən böyük olsun. B də getdi. Gəlirləri 3500-dən az olmayan deyir. Az olmayan artıq böyük bərabər deməkdir. Bu ola bilməz, çünki biz görürük ki, gəlirləri 3500-dən azdır. D variantı gəlirləri 3500-dən az, doğru və doğum ili 1959 və ya ondan sonra olsun. Bəli, 1958-dən böyük deyirsə, deməli doğum ili 1959 və ya ondan böyük olanlardır. Doğru cavabımız olur D variantı. Yəni gördüyünüz kimi çox da çətin bir sual deyil. Bu dərsi, yəni bu sualı yazmaq üçün Access dərsini bilməyə ehtiyac yoxdur. Sadə, məntiqi sualdır. 33. Deməli, verilib bizə bu sual bu arada qeyd etmək istəyərəm ki, hətta 2025-ci ilin magistratura birinci şans imtahanda istifadə olunmuş qəbul sualıdır. Ümumiyyətlə, test imtahanının içərisində istifadə olunan sualların böyük bir qismi, deyərdim ki, hamısı qəbulda istifadə olunmuş sual nümunələridir. Deməli, 256 Hz diskretləşdirmə tezliyi ilə 2 kanallı stereo audio yazılır. Səs yazma 32 səviyyəli diskretləşdirmə ilə aparılaraq 1 dəqiqə 4 saniyə davam edir. Hər bir siqnalın mümkün minimal eyni sayda bitlərlə kodlaşdığını nəzərə alaq, audio faylın həcmini tapın. Deməli, biz bilirik ki, audio faylın həcmini tapmaq üçün səsin uzunluğu vurulsun səsin keyfiyyəti düsturu ilə hesablayırıq. Keyfiyyəti. Gəlin baxaq. Deməli, səsin uzunluğu bizə verilib. 1 dəqiqə 4 saniyə. 1 dəqiqə 4 saniyə. Biz bunu tamamilə saniyəyə çevirsək, 1 dəqiqəmiz 60 saniyə, bu da 4, elədi ümumilikdə 64 saniyə. Səsin keyfiyyəti bizə necə verilib? Verib 256 Hz, 2 kanallı dediyi üçün bir dənə biz bunu 2-yə vuracaq. Bir də 32 səviyyədə diskretləşdirmə nəyi demək istəyir? Yəni 32 2 üstü 5-dir. Deməli, hər bir siqnalın kodlaşması burada 5 bitlədir. Bir də vuracaq 5 bitə. Nəticəni bizdən kilobaytla istəyir. Deməli, verilən bu dataları bir-birinə vuraq. 64, vur 256, vur 2, vur 5 bit. Ən sonda isə böləcəyik bunu nəyə? 2 üstü 13-ə. Müəyyən sadələşmə aparaq. 64 2 üstü 6-dır. 256 2 üstü 8-dir. Məncə kifayət edəcək bunu belə yazmaq. Bunlar da eləsən 10. Deməli 2 üstü 13-də burada. Bunlar ixtisar edir burada 2. 2-ni də ona vuranda cəmsi olacaq deməli neçə? 20 kilobayt. Doğru cavabımız olur D variantı. Daha sonra 34-cü sualda əminəm ki, tələbələr burada Word proqramını görüb.
narahatsızlıq etmişlər ki, biz Word-ü keçməmişik, amma Word-dən sual salınıb. Yenə də bu sual da çox sadə məntiqdən ibarətdir. Deyir ki, 60 səhifəlik sənədin cari səhifəsində P2 Go to dialoq pəncərəsindən keçid sahəsinə plus 17 yazısı sənədin 36-cı səhifəsinə keçidi təmin edir. Deməli, biz hər hansı bir səhifədəyik, ora plus 17 vuranda 36-ya gəlib çıxır. Deyir, cari səhifəni tapın. Aydın məsələdir ki, biz 19-cu səhifədə imişik ki, plus 17 vurmuşuq ki, gəlib çıxıb hara? 36-ya. Deməli, cari səhifə hansıymış? 19-cu səhifəymiş. Gördüyünüz kimi çox sadə məntiq var. Yəni, bunun üçün Word-ü bilməyə ehtiyac yoxdur. Davam edirik 35-ci sualla. Qabarit ölçüləri və məhsuldarlığına görə kompüterlər, yəni elektron hesablama maşınlarını hansı siniflərinə aid olmayanları müəyyən edin. Deməli, biz bilirik ki, elektron hesablama maşınları qabarit ölçüləri və məhsuldarlığına görə bölünür. Super, böyük, ki, hansı ki, böyük kompüterlərə digər adı ilə mainframe'lər deyilir. Mainframe'lər. Daha sonra orta, mini və mikro kompüterlər var. Yəni, gəlin bizə deyir, aid olmayanlar. Minini çıxaq, superi çıxaq, mainframe'i çıxaq. 1, 3, 6 hansı ki bizdə nədir? Aid olmayan növlərdir. Davam edirik, 36-cı suala baxırıq. Deyir ki, düzgün variantları seçin. Əməli yaddaşın tutumu baytlarla ölçülür, doğru fikirdir. Əməli yaddaş icra olunan proqramların saxlanması üçündür, doğru fikirdir. Xarici yaddaş enerjidən asılı olmayan daşıyıcılarda qurulur, doğru fikirdir. Çünki biz deyirik ki, xarici yaddaşlar hər biri uzun müddətli yaddaş növüdür. 4. Funksional baxımdan yaddaş 3 hissəyə yox, 2 hissəyə bölünür. Daxili və xarici yaddaş. 5. Xarici yaddaşın işləmə sürəti yüksək, tutumu isə nisbətən kiçik olur. Bu isə yanlış fikirdir. Yəni, tutumu böyük, sürəti adətən digər daxili yaddaşlara nisbətdə zəif olur. 4-lə 5-i çıxsa, doğru cavabımız qalacaq elə 1, 2, 3. Davam edirik. 37-ci sual. Fərdi kompüterdə ötürülən siqnallar aydın məsələ ki, diskretdir və biz digər adı ilə ona rəqəmsal və ya kəsilən siqnal deyə bilərik. Davam edirik. 38-ci sualı həll edək. Deməli, x say sistemində ifadə verilib, y say sistemində də bir ifadə verilib. Həmin eynilikdə x, y say sistemindən cavab bir-birindən çıxmaq lazımdır. Gəlin yazaq. Deməli, 48x üzərinə gəldi 17x bərabərdir 66x-ə. Nə edə bilərik? Verilmiş ifadəni onluq say sisteminə keçirək. Əmələ gələcək 4x plus 8 üstə gəl x plus 7 6x plus 6. Buradan alaraq ki, deməli, 5x plus 15, buradan alaraq 6x plus 6 və alaraq ki, x bərabər 9-a. Gəlin indi y-lə olan tənliyimizi həll edək. 42y çıxılsın 14y bərabərdir 23y-ə. 0, 1, 0, 1, 0, 1 yazsaq. 4y üstə gəl 2, çıxılsın y çıxılsın 4 bərabərdir 2y plus 3-ə. Burada da alacaq deməli 3y çıxılsın 2 bərabərdir 2y plus 3-ə və buradan taparaq ki, y bərabərdir 5-ə. Artıq x və y tapdığımız üçün fərqini də tapıb yaza bilərik ki, bura doğru cavab 4 edir. Davam edək 39-cu sual. Kompüterin xarici yaddaş qurğularına aiddir. Xarici yaddaş qurğuları deyirsə, gəlin daxili yaddaş qurğularını çıxaq. KMOS daxili yaddaşdır. Cache yaddaş daxili yaddaşdır. Daimi yaddaş, yəni söhbət ROM-dan gedir, daxili yaddaşdır. Əməli yaddaş, yəni söhbət RAM-dan gedir, daxili yaddaşdır. Deməli 1, 5, 6, 8 variantlarını çıxsaq, doğru cavabımız qalır 2, 3, 4, 7. Streamer maqnit lent qurğusudur. Flash kartı tanıyırıq. Sərt disk, kompakt disklər isə bildiyiniz CD, DVD disklərdən söhbət gedir və onlara optik disklər deyilir. Sərt disk isə deyəndə biz burada hard diski nəzərdə tuturuq. 40-cı sual uyğunluğu müəyyən edin. İnformasiyanın formulaları deyəndə söhbət analoq və rəqəmsal informasiyadan gedir ki, 1-ə sadəcə burada C uyğun gəlir. İnformasiyanın təqdim olunma formulaları dedikdə mətin,
və qrafik formada təqdim olmadan söhbət gedir. B. Təbii ki, başqa formalarda təqdim oluna bilər. Bizim variantlarda yalnız mətn və qrafik formada təqdim olunma var. Və xassələr. Xassələr isə dəqiqlik və tamlıq xassələri olacaq. Doğru cavab olacaq A, Y. Deməli, baxaq 1-ə C, 2-yə B-dir, 3-ə A, Y. Doğru cavabımız olur B variantı. Davam edirik 41-ci sual. Deməli, bu sual da qəbul sualıdır. 8 üstü 6 ədədin onluq ədədini 16-lıq say sistemindəki təsvirinin ilk rəqəmi. Gəlin sualı hələ bura kimi həll edək, sonra davamına baxarıq. Bu ədədi 16-lıq say sisteminə çevirmək üçün verilmiş ədədi 16 qüvvətinə gətirək. Bunu necə edəcəyik? Gəlin əvvəlcə 8 üstü 6-nı yazaq. 2 üstü 3 üstü 6. Ki, bu bizə verir 2 üstü 18. İndi isə bu ədəddən 2 üstü 4, yəni 16 qüvvətə ayıraq. Yazaram bunu 2 üstü 4 üstü 4. Eləcə 2 üstü 16 vurulsun 2-nin kvadratı. Nəhayət biz bu ədədi yaza bilərik. 4 vurulsun 16 üstü 4 şəklində. Və bu ədədi isə onluq say sistemindən 16-lığa keçəndə aydın məsələ ki, bir dənə qabaqdakı əmsal qalacaq. Qalan 16 üstü 4. 16-ya, yəni bölə-bölə getsək, çubuqlu bölmə ilə fərz etsək ki, bölə-bölə gedirik. Bütün qüvvətlər orada, yəni daha doğrusu bütün qalıqlar orada 0 alınacaq. Yəni qüvvəti qədər nə alınacaq burada? 0 alınmış olacaq. Yazacağıq bu ədədi. Və belə də başa düşə bilərsiniz. 4 vurulsun 16 üstü 4. Bayaq ikilik say sistemi üçün dediyimiz qayda burada da keçərlidir. Maksimum qüvvətdən minimum qüvvətə qədər bütün qüvvətlər olmalıdır. Gəlin baxaq. 4 vur 16 üstü 4. 0 vur 16-nın kubu. Üstəgəl 0 vur 16-nın kvadratı, 0 vur 16 üstü 1 və üstəgəlsin 0 vurursun 16 üstü 0. Yəni bizim buraya yazdığımız bu 4 dənə 0 burada 0-a çevrilmiş həmin bu qüvvətlərdir. Belə də yazıb baxa bilərsiniz və ya sırf qüvvətlərə baxıb cavabı təyin edə bilərsiniz. Aha, bizə deyir ki, 16-lıq say sistemindəki təsvirin ilk rəqəmi. İlk rəqəmi deməli nədir bizdə? 4. 4. Deyir ki, ilə, həmin ilk rəqəm ilə bu ikilik ədədin cəmini tapın və nəticəni onluğa. Gəlin onda bu ikilik ədədi də onluğa çevirək, çünki zaten nəticələri onluqda toplayacağıq. Deməli, yazaq bura 10, 111 ikilikdə, 0, 1, 2, 3, 4. Olacaq 16 üstə gəl 0, üstə gəlinsin deməli 4, üstə gəl 2, üstə gəl 1. 3, bu da 4, 7, bunu da üstə gəlində nədir? 23. Nəticə etibarilə 23 ilə 4 toplayanda doğru cavabımız eləyəcək 27. Davam edirik 10-cu sualdan. Deməli, onluq say sistemi verilmiş hansı ədədlərin ikilik say sisteminin təsviri zamanı birlərin sayı sıfırların sayına 2 vahid çox olar. Burada xüsusi sürətli bir qayda yoxdur ki, deyək ki, tez ondan istifadə edəcək. Məcbur ədədlərdən bir neçəsi yox, demək ki, hamısını çevirmək lazımdır ki, görək hansı ədədlər birlərin sayı sıfırların sayına 2 vahid çoxdur. Mən çox vaxt itirmədən birbaşa variantların üzərində işləyəcəm. Səhv etmirəmsə cavablar 2, 4, 5 olmalı idi. Çevirək baxaq. Ya 2, 4, 5 idi, ya da 2, 5, 6 olmalı idi, səhv etmirəmsə. Deməli, 43 onluq ədədini 2-liyə çevirsək, 43-ü gəlin 2 qüvvətləri cəmi şəklində yazaq. 2 üstü 5, 32 eləyir. 32-ni çıxsaq, burada qalır deməli 11. 11 də yaza bilərəm 2-nin kubu, 2 üstü 1, 2 üstü 0. Deməli, yazaram 2 üstü 5, 2 üstü 4, 2 üstü 3, 2-nin kvadratı, 2 üstü 1, 2 üstü 0. Gördüyünüz kimi 4 dənə 1 var, 2 dənə 0. Yəni, birlərin sayı sıfırların sayına 2 vahid çoxdur. Bu doğru. 4-ü də çevirək. Bunu da yazacağıq 2 üstü 5, 19 qalır. Bunu da yaza bilərik 2 üstü 4, 2 üstü 1, 2 üstü 0. 5 var, 4 var, 3 yoxdur, 2 yoxdur. Daha sonra 1 var, bir də 2 üstü 0 var. 4 dənə 1, 2 dənə 0 var. Bu da doğrudur. 5-ciyə də baxaq. 39, 2 üstü 5, deməli 32 çıxanda 7 qalır. Bunu da yaza bilərik deməli 2-nin kvadratı, 2 üstü 1 və 2 üstü 0. 1, 4 yoxdur, 3 yoxdur, 2-nin kvadratı, 2 üstü 1, 2 üstü 0. Gördüyünüz kimi burada da birlərin sayı sıfırların sayından 2 vahid çoxdur. Elə doğru seçmişik. 2, 4, 5 doğru variantdır. Davam edirik 43-cü sualla. Doğru mülahizələrin müəyyən edin. Monitor daxil etmə qurğusudur. Yanlışdır. Çıxış qurğusudur. Qrafikə planşet daxil etmə qurğusudur. Doğrudur. TV Tuner, PAL, SECAM, NTCS formatlı televiziya verilişlərini
qəbul edərək monitorda göstərməsi təmin edən qurğudur, doğrudur. CD-ROM xaric etmə qurğusudur, xeyr. Klaviatura daxil etmə qurğusudur, doğrudur. Web kamera görüntüləri əks etdirən xarici qurğu xaric etmədir, xeyr. Web kamera giriş qurğusudur, bu da səhvdir. Doğru cavabımız olur 2, 3, 5. Davam edirik. 44-cü sual nə deyir bizə? Deyir ki, palitrasında 24 rəng olan. Təbii ki, palitrasında 24 rəng deyirsə, biz bunu minimal olaraq 32 rəng çaları ilə götürsək, belə deyim ki, onu kodlaşdıra bilərik. Çünki 24 rəng 2 üstü n vermir bizə. Bu halda bilirik ki, özünə yaxın ən kiçik 2 qüvvəti olan ədədi götürməliyik ki, 24 rəngi 32 rəng palitrası ilə kodlaşdırma olar. Bu bizə verir 2 üstü 5. Bu o demək ki, n. Yəni bizim rəng tərtibimiz 5 bitdir. Buradan bunu aldıq. Davam edək. 800-ün 400 piksel ölçülü raster qrafik təsvir. Aha, deməli, gəlin raster qrafik təsvirin həcmini tapaq. 800 vurulsun 400 vurulsun 5 bitə. Cavabı burada bizdən nə ilə istəyir? Elə hamısı bitrəndə yaxşı qalsın bitlə. Heç bir problem yoxdur. Deməli, həcmimiz bərabərdir buna. Yəni, V bərabərdir 800 vurulsun 400 vurulsun 5. Mən hesablamıram, elə bunu belə saxlayıram. Ya da hesablaya da bilərik. Alınacaq deməli nə burada? Vursaq bunu beləcə 2000, 2000 də burada vursaq, deməli olacaq 1.600.000 alınır. Bəli, belə bir böyük ədəd alınır, amma ixtisar olunub gələcək, heç bir problem yoxdur. Digər tərəfdə bizə nə deyir? Deyir ki, rabitə kanalı ilə ötürülmə zamanı müddətin ilk yarısına. Deməli, biz müddətimizi ümumi T qəbul eləsək, bunun ilk yarısı, yəni T bölü 2-sində 16.000 bit bölü saniyə ilə ötürülüb. Bir də deyək qalan yarısı. Qalan yarısı da aydın məsələn T-dən T bölü 2-ni çıxsa, digər yarısı da yenə T bölü 2-dir. Burada isə 24.000 bit bölü saniyə ilə ötürmə edib. Nəticə etibarilə onda belə çıxır ki, 1.600.000 bərabərdir 16.000 vurulsun T bölü 2, üzərinə gəlirik 24.000 vurulsun T bölü 2, yəni ilk yarısında gedilən sürət, yəni həcm, ikinci yarısında gedilən, yəni qalan hissədə olan sürət və zamanın hasili cəmi verəcək bizə ümumi həcmin ötürülməsini. Deməli, burada bu alınacaq 1.600.000 bərabərdir. Bu verəcək deməli bizə 8.000 T, üstə gələnsə bu da 12.000 T eləyəcək. Bu 20.000 T eləyəcək. 20.000-i də buradan belə deyək ki, yazaq yaxşı. 1.600.000 bərabərdir 20.000 T. 4 dənə sıfırı buradan açaq. 162-yə böləndə aydın məsələ T bərabərdir alınacaq 80 saniyə. Əssalam. Davam edirik. 45-ci sual da nisbətən vaxt aparan sualdır. Nə mənada vaxt aparan sual? Yəni, sualın ideyası çox asandır. Simvol verilib, deyir Unicode-da kodlaşdır. Yəni, siz onu 2 bayta vuracaqsınız və ya belə deyək ki, bitlə hesab. Yəni, cavablar gördüyünüz kimi bit, kilobayt və ya baytla verilib. Gəlin, baxaq, tutalım ki, biz bunu 2 baytla hesablayası olsa, 5 son 2-ni 2-yə vursaq, bu eləcək 1024 bayt. Gördüyünüz kimi D variantı uyğun gəlir. Digər tərəfdən bunu bitə də çevirək. Hansı ki, indi böyük hesablamalar olacaq deyə mən yenə kalkulyator açıram burada. Amma burada elə bir böyük bir şey yoxdur. Bitə çevirəndə 1024-ü 8-ə vuracaq. Bu eləcək 8192 bit. Deməli, birinci varianta həm A-nı, həm də D-ni uyğunluq kimi götürə bilərik. İkinciyə baxaq 1792. 1792-ni deməli, biz 2-yə vursaq, bu eləcək 3584 bayt, 3584 bayt edir. Gəlin bunu kilobayta çevirək. Məncə 3.5 alınacaq buradan. 1024-ə bölsək, bu eləcək 3.5 kilobayt, bəli, doğrudur. Deməli, 3.5 kilobayt kimi ifadə oluna bilir. Gəlin, bir dənə də biz bunu çevirək bitə. Məncə bitlərdən də hansınasa uyğun gəlməlidir. 1792-ni 2 bayta deyil də 16 bitə vuraq bir dəfəlik. Gördüyünüz kimi yenə B variantı da buradan alınır. Və artıq A, D, 2-yə də belə deyək ki, C ilə B uyğundursa, deməli 3-ə bir dənə qalır Y variantı. Deməli, nəticə etibarilə 1-ə A ilə D uyğundur, 2-yə B ilə C uyğundur, 3-ə isə Y uyğundur. Amma 3-ü də hesablayıb baxa bilərik.
Deməli, 2048 2 baytla hesablayası olsaq 4096 edir. Kilobayta, bayta çevirəndə burada heç bir cavab alınmır. Amma bitə çevirəndə gördüyünüz kimi 32768 cavabı alınır. Belə, əziz tələbələr, sınağımızın izahı bu qədər. Sizi yenə də hansısa sualı başa düşməsəz və ya hansısa sualla bağlı bir problem varsa, videonun altındakı rəylərdə qeyd edə bilərsiniz. Suallarınız cavablandırılacaqdır. Növbəti mövzu sınağı və ya ümumi sınaq imtahanlarının izahında görüşənədək hər birinizə magistratura hazırlığında uğurlar arzulayıram. Sağ olun.